gün DİM 20 sınaq kitabında birinci qruplar üçün 3-cü sınavın izahına baxırıq. Deməli, birinci sualda bizdən nə istənilir, nə soruşulur? Sink oksid və silisium O2 üçün ümumi olan nədir? Bir, natrium OH ilə reaksiya daxil olur. Gəlin baxaq. Sink oksid plus natrium OH. Bu bizə verər. Amfoter oksiddir. Əsaslarla reaksiya daxil olacaq. Natrium 2, sink O2, bir də H2O. Silisium O2 ilə natrium OH, turşu oksidi əsaslarla reaksiya daxil olaraq, əgər 1-in 2-yə nisbətində bu reaksiya getsə, təbii ki, normal duz natrium 2, silisium O3 və su əmələ gələr. Yəni, hər ikisi bu reaksiya daxil olur. 2. Su ilə reaksiya daxil olmur. Bəli, sink oksid, amfoter oksidlərin, amfoter metalların oksidləri su ilə reaksiya daxil olmur. Silisium O2 həmçinin demişik ki, silisium O2 birbaşa silisium O2 plus H2O bu reaksiya baş verməz. Yəni, bu da ümumi oldu onlar üçün. Xlorid turşusu ilə reaksiya daxil olur. Sink oksid xlorid turşusu ilə reaksiyaya daxil olar. Yəni, verər bizə duz, bir də su. Amma turşu oksidi turşularla reaksiyaya daxil olmaz. Buna görə də 3-cü variant artıq ümumi olmadı. Doğru cavab olacaq 1 və 2 D bəndi. Davam edirik. İkinci sualda tərkibində 2 mol X və 1 mol sulfat turşusu olan məhlullar qarışdırıldıqda normal duz alınırsa, X hansı maddələr ola bilər? Deməli, 1 mol sulfat turşusu H2SO4 plus, indi başlayaq. Məsələn, birinci nəyi nəzərdə tutur? Birinci də natrium hidroksid. Bəli, natrium OH-la əgər normal duz alınmasını istəyiriksə, bilirik ki, normal duz alınanda, yəni neytrallaşma reaksiyasında nə qədər H müsbət iyonu var, o qədər də OH mənfi iyonu olduqda tam neytrallaşma baş verəcək. Və mən 1 mol turşu ilə burada gərək 2 mol natrium OH istifadə edim ki, normal duz natrium 2SO4, bir də 2 mol da su alınsın. Yəni, biri nə edərəm? Biri götürə bilərəm. Sonra barium hidroksid. Yenə sulfat turşusu ilə əgər barium OH2-ni yazmış olsaq, barium OH 2 dəfə. Mən burada gərək prosesi 1-in 1-ə nisbətində aparam. Dediyim kimi, OH mənfi iyonları ilə H müsbətin sayları eyni olduğuna görə gərək 1-in 1-ə nisbətində aparım. Amma mənə şərtdə deyir ki, 2 mol götürülmüş olsun hidroksid. Ona görə də bu şərti ödəmədi. Kalium hidroksid, bəli. Kalium hidroksid də natrium hidroksid kimi yenə bir turşulu əsasdır. Ona görə də mən ondan 2 mol götürsəm, sulfat turşusu ilə mənə normal duz verə bilər. Kalsium hidroksid. Kalsium hidroksid də barium hidroksid kimi 2 turşulu əsas olduğuna görə mən onu 2 mol götürsəm, burada yəni belə deyək, əsasi duz alınma ehtimalı daha yüksəkdir. Ona görə də düzgün cavab olacaq 1 və 3. Gəldik 3-cü suala. 400 qram 25% X duzu məhlulu üzərinə M qram X duzu əlavə olunduqda 40% məhlul alınmışsa M-i hesablayın. Deməli, 400 qram 25%-ni hesablasaq. Deməli, burada bu məhlulun tərkibində 100 qram duz, 300 qram da nə var? Su var. Deyir, biz bura M qram X duzu əlavə eləmişik. Onda əvvəldən mənim 100 qram duzum var idi. M qram da həmən bu duzdan əlavə etdik. Bu dəfə deyir, məhlulum oldu 40%-li. Məhlulum əvvəl deməli 400 qram idi. Və biz bu məhlula M qramda duz əlavə eləmişik. Onda gəlin görək, bu M neçəymiş? 40 ilə 100 ixtisar olunsa 4-ə, burada qalsa 10, burada da qalar 25. İndi davam eləsək, deməli 4000 plus 10M bərabərdir 2500 plus 25M. Məlumlar bir tərəfə, məchullar bir tərəfə toplansa bərabər olacaq. M də bərabərdir 100-ə.
Deməli, mən bura 100 qram duz əlavə etmiş olmuşam. Dördüncü sualda bizdən nə soruşulur? Natrium OH-ın suda məhlulları verilir. Burada bir dəqiqə, natrium OH-ın suda məhlulları, suyun kütləsi hər birində eyni qədərdir, amma məhlulun kütləsi fərqlidir. Bu zaman deyir ki, Z böyük X, böyük Y olarsa, məhlulun qatlıqları arasında doğru münasibəti müəyyən edin. Deməli, gəlin məhlulu təsəvvür eləyək. Məhlul natrium OH və sudan ibarətdir. Əgər biz natrium OH-ın kütləsini, daha doğrusu suyun kütləsi dəyişməyib. Suyun kütləsi dəyişmirsə, biz natrium OH-ın miqdarlarını dəyişməklə məhlulun kütləsini artıra və ya artıra bilərik, düzdürmü? İndi bizə deyir ki, Z ən böyükdür. Z ən böyükdürsə, deməli ən çox natrium OH 3-cü məhlulda olacaq. Əgər natrium OH-ın miqdarı daha çoxdursa, deməli onun qatılığı da çoxdur. Düzdürmü? Onda 3-cü məhlulum ən böyük olacaq. Sonra X-ım deyir, X ondan daha azdır. Yəni natrium OH-ın miqdarı 3-cü məhlula nisbətən biraz daha azdırsa, onda deməli onun qatılığının faizi də nisbətən az olacaq. Onda birinci, yəni X-i biz birinci məhluldan işarə eləmişik də. O da böyük olacaq ikinci məhlulumdan. Yəni düzgün cavab olacaq Y variantı. Davam edirik 5-ci sualla. Bizə elektrolit verib, dəmir 3 nitrat, ferrum NO3 3 dəfə, ferrum NO3 3 dəfə. Deyir, məhlulda olan anyonların mol sayını hesablayın. Əvvəl baxaq, görək, buradan dissosiasiya prosesi baş verəndə dəmir 3 müsbət və 3 mol NO3 mənfi iyonu ayrılır. Bu 1 mol üçündür, düzdürmü? İndi mən 1 molumdan görürəm ki, 4 mol iyon ayrılır. Və mənə deyir ki, maddə miqdarı 0,5-dir. Bizdən anion istəyir. Gəl elə anionla davam eləyək. Onu da belə götürək. 1 molumdan 3 mol anion ayrılır. 0,5 moldan neçə anion ayrılacaq? Sözsüz ki, 1,5 mol anion ayrılar. Amma mənə deyir, dissosiasiya dərəcəsi 60-dır. Yəni 1,5-in 60% dissosiasiyaya uğrayıb. Dissosiasiyaya uğrayıbsa, məhlulda olan deyir, anionların sayını müəyyən edin. Bu da eləyəcək 9 bölünsün 10 bərabərdir 0,9. Düzgün cavab olacaq 0,9. 6-cı sualla davam edirik. Deməli, 6-cı sualda nə soruşulur? Eyni mol sayda götürülmüş əsaslardan hansının 1 molunun tam neytrallaşmasına daha çox miqdarda nitrat turşusu sərf olunur? Gəlin belə baxaq. Məsələn, deyək ki, bir turşulu əsasla nitrat turşusu reaksiyaya gedən zaman nə baş verəcək? 1-in 1-ə nisbətində baş verəcək, düzdürmü? Və 1 mol nitrat turşusu sərf olunacaq. Amma deyək ki, məsələn, XOH məsələn 3 dəfə 3 turşulu əsasla nitrat turşusunu neytrallaşdırma reaksiyasına aparsaq, bu dəfə biz gərək 1 mol əsas götürəndə 3 mol turşu götürək. Deməli, nə qədər OH-mızın sayı çox olsa, bir o qədər daha çox nitrat turşusu bizə lazım olacaq. Biz də bilirik, kalsium 2 valentlidir. Yəni, metal neçə valentlidirsə, əsasımız da o qədər turşulu olacaq. Kalium 1 valentlidir. Alüminium 3 valentlidir. Sink hidroksid, sinkimiz 2 valentlidir. Natrium hidroksid, natriumumuz 1 valentlidir. Deməli, söhbət kimdən gedir? Alüminium hidroksiddən gedəcək. Çünki alüminium OH 3 dəfə əsasının neytrallaşması üçün bizə 3 mol turşu lazımdır. 7-ci sual deyir, kationa görə, aniona görə hidrolizin tipini müəyyən eləyin. Bilirik ki, əgər bizim kation tərəfimiz daha zəif əsas əmələ gətirən metaldırsa, sözsüz ki, kationa görə hidroliz gedəcək. Yox, turşu tərəfimiz, yəni anion tərəfi, turşu qalığı tərəfi daha zəif turşunun qalığıdırsa, bu zaman aniona görə hidroliz baş verəcək. Kationa görə hidroliz, yəni belə deyək, bax məsələn, bu duza baxsaq, turşu tərəfinə baxsaq, qüvvətli turşunun qalığıdır. Amma əsas tərəfinə, yəni metal tərəfinə baxsaq, bu ferrum OH 2 əsasının metalıdırsa, deməli burada əsas tərəf zəifdir. Bir A da zəifdir, sonra B də
Anion tərəfinə də baxsaq, artıq burada B bəndini götürə bilmərik. Səbəb nədir? Çünki natrium xlorda, yəni natrium OH qüvvətli əsas, H xlor qüvvətli turşu. Burada aniona görə və ya kationa görə hidroliz olmur. Oldu. Deməli cavab A bəndi. Doğrudan da burada karbonat turşusu zəif turşu olduğuna görə onda bu duzun hidrolizi aniona görə hidroliz olacaq. Gəldik 8-ci suala. Suda məhlulundan sabit elektrik cərəyanı keçirdikdə katodda suyun reduksiyası, yəni H2 ayrılsın. Anodda suyun oksidləşməsi, yəni O2 ayrılsın. Bu proses baş verən dozları deyir, müəyyən edin. Natrium nitrat. Biz də demişik ki, elektroliz zamanı katodda hidrogen ayrılan metalların, aktiv metalların dozları olur. Aktiv metal deyəndə natrium, kalium, deməli mis ümumiyyətlə qəbul olunmayacaq burada. İndi baxaq anion tərəfinə. Yəni görürəm ki, anodda oksigen ayrılırsa, deməli bu oksigenli turşunun duzu olmalıdır. Amma burada ayrılan oksigen duzdan yox, suyun elektrolizindən ayrılacaq. Məsələn, üçüncü bəndi buradan silərəm. Səbəb nədir? Çünki burada xlorun oksidləşməsi baş verəcək anodda. Ona görə götürmərik. Cavab olacaq 1 və 4. 9-cu sualla davam edirik. 40 dərəcədə həll olma əmsalı 1000 olan 300 qram 40%li X duzu məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. 300 qram 40%li. Əvvəl bu məhlulu tərkibini müəyyən elək. 300 qram 40%li demək, yəni bu duzun tərkibində, bu məhlulun tərkibində 120 qram duz var, 180 qram su var və buradan deyir neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. Doymuş məhlul olduğunu nədən bilirik? KH-ın 1000 olmağından. Yəni KH-ımız da nəyə bərabərdir? Yəni kənarda bir düsturu xatırlayaq. KH nəyə bərabərdir? M həlli olan bölünsün, V həll edici vurulsun 1000. Düzdürmü? İndi KH-ımız 1000-dir. 1000 nəyə bərabərdir? Əgər biz məhluldan suyu buxarlandırsaq, sözsüz ki, burada duzun miqdarında heç bir dəyişiklik olmayacaq. Ona görə nə qədər duzun var idi, o qədər də qalacaq. Amma belə deyək də, bilmirəm də məhlulumda suyun nə qədər qaldığını bilmirəm. Suyu bir X ilə işarə eləyək və ya şərtdə X hərfi var. Gəlin bunu da Y ilə işarə eləyək. Vurulsun 1000-ə. Düzdürmü? Deməli, 1000-lər ixtisar gedər. 1 burada, 1 burada qalar. Y də bərabərdir 120 qram su. İndi mənim görürəm ki, əvvəlcə mənim məhlulumda nə qədər su var idi? Əvvəl var idi 180 qram su. Hal-hazırda məhlulumda, doymuş məhlulumda nə qədər su qalıb? 120 qram su qalıb. Deməli, nə qədər su buxarlanıb? 60 qram su buxarlanıb. Bizə də deyir ki, neçə qram su buxarlandıraq? Elə 60 qram su buxarlandırarıq. 10-cu sualın izahına baxsaq, bizə deyir, hansında maddələr doğru adlandırılmışdır? Əvvəl duzların adlandırılmasında kiçik bir xatırlatma eləyək. Əgər duzu əmələ gətirən metal dəyişkən valentlidirsə, bu zaman metalın adı, sonra valentliyi, daha sonra, yəni turşu qalığının və ya hidroksid qrupunun adı çəkiləcək. Sabit valentlidirsə, sadəcə metalın adı, ondan sonra isə artıq turşu qalığının adı və yaxud hidroksodumu, turşdusa hidroduzdumu, bunlar deyiləcək. Məsələn, birincidə metalımız bilirik ki, ferrum 2 valentli və ya 3 valentli ola bilər. Burada saya baxırıq. OH1, OH-ın özünün valentliyi 1-dir. HNO3, bu turşu qalığı da, yəni HNO3-dən gələn turşu qalığı 1 valentlidir. Ona görə də deməli burada dəmir 2 valentlidir. Və duzun da adı dəmir 2 hidroksonitrat. Bu doğrudur. Kalsiyum, baxıram ki, burada duzun tərkibində bir hidrogen atomu var turşu qalığında. Deyə bilərsiniz ki, bəs HSO4 2 dəfədir. Xeyr, bu 2 metalın valentliyinə görədir. Amma turşu qalığının özündə bir hidrogen var. Ona görə də biz turşu qalığının tərkibindəkinə baxsaq, kalsiyum sabit valentlidir, hidroksosulfat deməliydik. Valentliyi göstərməyə ehtiyac yoxdur. Ona görə bunu götürmürük. Kalium, duzun tərkibində neçə hidrogen var? Bir hidrogen var, onda deyirik. Və kaliumda sabit valentli olduğu üçün valentlik göstərmirik.
kalium hidro orto fosfat. Yəni 1 H olduğuna görə sadəcə hidro deyirik. Bu doğrudur. Xrom deməli burada 2 OH və 1 xlor turşu qalığı var. Ona görə də bu xrom 3 valentlidir. Biz xromu adlandıranda deməli ona deyəcəyik xrom 3 dihidrokso, çünki 2 dənə hidroksomuz var. Dihidroksoxlorid. Amma burada hidroksoxlorid deyir. Ona görə də düzgün deyil. Doğru cavab olacaq 1 və 3. O da göstərilib A bəndində. 11-ci sualla davam edirik. Deməli, 11-ci sualla davam edirik. Hansı ifadələr doğrudur? HNO3 turş duz əmələ gətirmir. Bəli, bilirik ki, bir haşı olan, yəni bir əsaslı turşular turş duz əmələ gətirmir. Doğru ifadədir. Mis xlorid turşu ilə reaksiya daxil olur. Xeyr, mis metalların aktivliyi sırasında hidrogendən sonra yerləşir və biz də bilirik ki, hidrogendən sonra gələn metallar turşulardan hidrogeni çıxarmır. Yəni, turşularla reaksiya daxil olmayacaq. 3. 5 mol nitratla 3 mol kalium OH-ın qarşılıqlı təsirinə normal duz əmələ gəlir. Bəli, bilirik ki, bir əsaslı turşu, bir turşulu əsasdan yalnız normal duz əmələ gələ bilər. 5 mol nitratla 3 mol kalium OH-ın qarşılıqlı təsirindən 3 mol kalium OH, 3 mol kalium NO3 tipli normal duz əmələ gələr. 2 mol nitrat da məhlulda artıq qalar. Yəni bir sözlə bəli, normal duz əmələ gələcək. 4-cü sualda deyir, reaksiyada xlorid turşusu hansı reaksiyasında X xlorid turşusu ola bilər? Aha, deməli NH4 SO4-də H xlor ola bilərmi? Ola bilməz. Çünki xlorid turşusu turşuların qüvvətli sırasında sulfatdan sonra gəlir. Biz də bilirik ki, qüvvətli turşular özlərindən zəif turşuların duzundan həmən turşunu çıxarda bilərlər. Zəiflər qüvvətliləri çıxarda bilməz. Ona görə də düzgün cavab olacaq 1 və 3. 12-ci sualla davam edirik. 20% natrium hidroksid məhluluna 100 qram natrium OH əlavə etdikdə 36% məhlul alınır. Deməli, 20% natrium OH məhluluna 100 qram da natrium OH əlavə edirik. Bu zaman nə əmələ gəlir? 36% məhlul əmələ gəlir. Deyir, alınan məhlulun kütləsini qramla hesablayın. X qram götürsək natrium OH-ı X qram 20%. Bu nə deməkdir? Deməli, bu o deməkdir ki, yəni X-in 20%-ni tapsaq, 0,2 X qram duzumuz var bu məhlulda, düzdür? Aha, 0,8 X da su var. Deməli, biz sonda neçə faizli məhlul almışıq? 36% məhlul almışıq. Deməli, 36% məhlul alınanda nə baş verib? Bilirik ki, biz omeqanı tapanda həll olan maddənin kütləsini məhlulun kütləsinə bölməliyik. Həll olan maddəmiz əvvəlki məhlulda olub 0,2x. Sonra biz bura 100 qram da bu natrium OH-dan əlavə eləmişik. Düzdürmü? Nəticədə məhlulumuz nə qədər olub? Əvvəl x qram məhlul var idi, bilmirəm nə qədər idi. Sonra 100 qram da duz əlavə elədim. Aha, vuraq 100%-ə. İndi faizləri ixtisar eləsəm 4-ə, 9 burada qalar, 25 burada qalar. Vurub açıb həll edək. 9x plus 900 bərabərdir. 0,2x 25-ə vursam 5x plus 2500. Aha, deməli, məlumları bir tərəfə, məchulları bir tərəfə toplasaq, 1600. X-im də onda nəyə bərabər olacaq? 1600-ü 4-ə böləndə 400. Deməli, mənim əvvəlki məhlulumun kütləsi nə qədər imiş? 400 imiş. Düzdürmü? Aha. Əvvəlki məhlulumun kütləsi 400 imiş. İndi deyir, alınan məhlulun kütləsini hesablayın. Bizim ilkin məhlulumuz nə qədərdir? 400-dür. Burada alınan məhlulun kütləsi deyilir. Amma biz aldıq, deməli bizim aldığımız ilkin məhlulun kütləsidir. Mən yoxladığımda, yəni əslində alınan məhlul deyəndə ilkin məhlulun 400, 100 də əlavə eləsək 500 olmalıydı. Amma burada 500 cavabı verilməyib. Yəni alınan məhlulun kütləsi deyilirsə, burada 500 cavabı qoyulmalıydı. Çünki hesapladım, yəni 500-lə hesablayanda da cavab 36%-lik məhlula gəlib çıxır. Amma cavab variantı kimi, yəni burada uyğun gələn 400-dür. Onda yəqin ki, şərtdə belə qoyulmalıymış. İlkin məhlulun kütləsini qramla hesablayın.
Ona görə də cavab, yəni belə qəbul eləsək cavab D variantıdır. Amma alınan məhlulun kütləsi deyirsə, burada 500 olmalı idi. Davam eləyirik. Neçənci sual gəlir? 13. Hansı duzun suda məhlulunun elektrolizində kütləsi dəyişmir? Biz bilirik ki, aktiv metalların oksigenli turşularının duzlarında yalnız su elektrolizə uğrayır, duzun kütləsi dəyişmir. Yəni, məsələn, A bəndində duzun kütləsi dəyişər. Niyə? Çünki pasiv metal duzudur. Bu zaman katodda mis ayrılacaq. Ayrılan mis duzdan ayrıldı. Və yaxud C bəndində natrium aktiv metaldır. Katodda natrium ayrılmayacaq. Amma anodda halogen ayrılacaq. Yəni, bu da yenə duzdan ayrıldığına görə duzun kütləsi dəyişdi. D bəndində argentium pasiv metal olduğuna görə katodda argentium ayrılacaq. Duzun kütləsi dəyişər. E variantında kalium aktiv metaldır. Katodda H ayrılacaq. Amma anodda kükürt ayrıldığına görə yenə duzdan ayrılacaq. Duzun kütləsi dəyişiləcək. Amma B bəndində burada alınacaq katodda hidrogen, anodda oksigen və alınan oksigen də suyun elektrolizindən alınacaq. Turşu qalığından yox. Ona görə də doğru cavab olacaq B bəndi. 14-cü sual. Mis-2 sulfatan suda məhlulu üçün hansı ifadələr doğrudur? Elektrik cəryanını keçirdir. Bəli, mis sulfat suda həll olan duz olduğuna görə onun da məhlul elektrik cəryanı keçirdəcək. Gələvi mühit yaradır. Mis sulfat gələvi mühit yaratmaz. Niyə? Çünki bu duzun suda məhlulunda mühit turş mühit olacaq. Çünki bu duzu əmələ gətirən turşu daha qüvvətlidir, amma bu duzu əmələ gətirən əsas zəif əsasdır. Biz də bilirik ki, qüvvətli turşu və zəif əsasdan əmələ gələn duzların hidrolizində mühit turş mühit olur. Düzdürmü? Gələvi olmur. Turş mühit yaranar? Bəli, yaranar. İyonlara ayırsaq məhlulda görəcəyik ki, hər iki, məsələn, misin valentliyi 2-dir, sulfatın da turşu qalığının valentliyi də 2-dir. Yəni, hər iki sayda kation, yəni, belə deyim də, kationla anionun sayı eyni qədər olacaq. Məsələn, dissosiasiya etsə, kupron 2 müsbət və SO4 2 mənfi. Hər ikisində nə olacaq? Eyni sayda kation, eyni sayda anion olacaq. Yəni 4 də yanlışdır. Onda doğru cavab olacaq B variantı. 15-ci sualda MOH-un, yəni metal hidroksidinin nisbi molekul kütləsi 78-dir. Aha, 78-dirsə, deməli metalımız nə qədərdir bilmirik də. X plus OH bilirik ki 17-dir. Vursaq 3-ə 17-ni 51 bərabərdir 78-ə. Onda X-imiz neçəymiş? X-imiz 27 imiş. Yəni bu alüminium elementi imiş. Deyir, bu oksidin nisbi molekul kütləsi, bu metalın oksidinin nisbi molekul kütləsini tapın. X2O3-ün nisbi molekul kütləsini hesablasaq 54 plus 16 vur 3 48. Bu da eləyəcək 102. Cavab olacaq D variantı. 16. Hansı maddələr cütünü su ilə qarışdırdıqda eyni maddənin məhlulu alınmır? Aha. N2O5 su ilə qarışdırsaq nitrat alınar. Nitratı da su ilə qarışdırsaq nitrat məhlulu alınar. Yəni, nə oldu? Bunların hər ikisindən eyni maddənin məhlulu alındı. Yəni, ayrı-ayrılıqda bunun su ilə qarışığı, nitratın su ilə qarışığı, nəticədə hər ikisindən nitrat məhlulu alındı. Düzdürmü? Onda bunu götürməliyik. Natrium oksid. Natrium oksid su ilə reaksiyada bizə nə verəcək? Natrium OH verəcək. Natrium OH. Natrium OH da su ilə elə natrium OH məhlulu verəcək. Yəni, bu da eyni oldu. Bunu da götürmürük. Kalium hidrit. Kalium hidrit suda həll olan zaman bizə verəcək kalium OH, bir də hidrogen. Kalium 2O da suda həll olan zaman bizə verəcək kalium OH. Yəni, hər ikisində eyni maddənin məhlulu alındı. Bunu da götürmürük. 4-cü maddə cütündə NO su ilə bilirik ki, duz əmələ gətirməyən oksiddir. Ona görə də bu reaksiya getməyəcək. Amma nitrit turşusu su ilə nitrit məhlulu verəcək. Yəni, fərqli oldu. Düzdürmü? Elə NO-nun, belə deyək də, NO məhlulu və ya nitrit məhlulu fərqli məhlullar oldu. Eyni məhlul olmadı. Ona görə də düzgün cavab olacaq D bəndi. Yəni, şərti ödəyən D variantı oldu. 17-ci sualda reaksiyalardan alınan normal duzlardan hansıları suda yaxşı həll olur? Məsələn, X-da nə alarıq? X-imiz olar argentium, xlor. Argentium xlor çöküntüdür. Yəni, həll olmur. Bunun variantları mı var? Baxın, 17-ci sualın
variantları mı var? X, Y, T ilə. Hə, variantları yuxarıdadır. Deməli, X olmayacaq. Bunu götürmürük. Kuprum OH. Kuprum OH-ın sulfatla məhlulu kuprum SO4, bəli, bu suda yaxşı həll olan duzdur. Y-i götürəcəyik. Barium nitrat. Barium nitrat, ümumiyyətlə nitratlar suda həll olan duzlardır. Bunu da götürə bilərik. Kalsium ortofosfat alınır T-də. Kalsium ortofosfat çöküntüdür. Ortofosfat duzlarından natrium, kalium, amonium həll olan, amma qalanları çöküntüdür. Ona görə X-i də götürmürük. Y, Z. Baxaq görək Y, Z burada nə variantı verilib? Y və Z olacaq B variantı. Aha. Deməli, B variantını işarələdik. Buraları təmizləyək. Baxırıq 18-ci suala. 18-ci sualda deyir, Eyler-Venə uyğun bəndləri müəyyən eləyin. Aniona görə hidroliz, kationa görə hidroliz. Dedik, anion tərəfi əgər zəifdirsə, bu zaman hidroliz aniona görə gedəcək. Məsələn, birinci duzda, bəli, anion tərəf, yəni turşu qalığı tərəfi zəifdir. Ona görə 1-1 gedəcək. Amonium karbonat, həm amonium ionu, həm karbonat ionu, hər iki tərəf zəifdir. Ona görə hər ikisinə görə hidroliz gedəcək. Sink xlorid, burada turşu tərəf qüvvətli, amma əsas tərəf, yəni kation tərəf zəif olduğuna görə kationa görə hidroliz gedəcək. Natrium ortofosfatda, ortofosfat tərəf, yəni turşu qalığı tərəf zəif olduğuna görə burada da aniona görə hidroliz gedəcək. Deməli, bu da olacaq 3-cüyə 2 getdiyinə görə səhv eləmirəmsə B variantına uyğun gələcək. Getdik 19-cu suala. Deyir, X qram 40% kalium OH məhlulu ilə 200 qram 49% ortofosfat məhlulu qarışdırılır. Maddələr reaksiya tam sərf olunur və normal duz alınır. Aha, onda gəl əvvəlcə, yəni biz normal duz alınma şərtini burada əvvəlcədən baxsaq, bilirəm ki, H3PO4 3 əsaslı turşu, kalium OH 1 turşulu əsasdır. Bu zaman 3-ün 1-ə nisbətində reaksiya getməlidir ki, normal kalium 3PO4 duzu alınsın və 3 mol su da ayrılsın. İndi 200 qram 49%, əvvəl bunu müəyyən eləyək. 200 qram 49% sulfat məhlulunu müəyyən eləsək, görərik ki, burada 98 qram sulfat deyirəm, ortofosfat. Burada 98 qram ortofosfat turşusu var. 98 qram ortofosfat turşusu demək neçə mol deməkdir? Onun emiri də 98-dirsə, deməli 1 mol burada nə var? Turşu var. Aha, bura qeyd eləyək. Deməli 1 mol turşumuz var. 1 mol turşu varsa, indi gərək onda burada 3 mol kalium OH olsun. Düzdürmü? Aha, 3 mol kalium OH-ın kütləsi nə deməkdir? 56-nı vursaq 3-ə, 18 bir yadda 168 qram deməkdir. İndi mənə deyir ki, X qram 40% kalium OH məhlulu. 40% 168 qramdır. Yəni, kalium OH-ın miqdarıdır. Bəs bütün məhlul nə qədərdir? 100%-imiz sual. Aha, gəlin bunu müəyyən eləyək. Deməli, 168-i vurub 100-ə bölsək 40-a olacaq 420. X-imiz bərabər olur 420 qrama. 19-cu sualda da bu olacaq D variantı. Gəldik 20-ci suala. X metalını müəyyən edin. Əgər ferromeso4 məhlulundan metalı çıxarırsa, bu ondan daha aktiv metal olmalıdır. Dəmirdən daha aktiv olmalıdır. Ona görə də argentium, kuprum qurğuşun getdi, qaldı natriumdan sink. Amma mən natriumu seçə bilmərəm. Niyə? Əgər natriumu seçsəm, natrium aktiv metaldır. Bu zaman məhlulun suyu ilə reaksiyaya gedəcək. Burada əmələ gələcək natrium OH və hidrogen. Alınan natrium OH da ferrum SO4 ilə ferrum OH2 çöküntüsü əmələ gətirəcək. Yəni, təmiz dəmiri buradan almaq mümkün olmayacaq. Ona görə də düzgün cavab olacaq D variantı. 21-ci sual. Eyni mol miqdarında götürülmüş hansı duzların tam dissosiasiyasından eyni sayda ion alınır? Deməli, məsələn, kalium nitrata baxaq. Bunu açıq şəkildə də yaza bilərik. İndi həm qısa formada deyəcəmsə, həm açıq şəkildə də yazmaqla həll eləmək olar. Məsələn, kalium nitrat dissosiasiya eləyəndə kalium müsbət və NO3 mənfi bir sözlə 2 iona ayrıldı. Və ya belə deyə bilərik, kalium 1, nitratımız da bir saydadırsa, yəni kalium, belə yazaq, kalium 1, nitrat da bir saydadırsa, yəni bilirik ki, buradan 2 mol ion ayrıla bilər. Bu şəkildə də apara bilərik hesablamamızı və ya natrium 3PO4-ə baxsaq.
3 natriumumuz var, 1 PO4'ümüz var. Onda buradan nə olacaq? 4 iyon ayrılmış olacaq. Məsələn, ferrum xlor 2-də 1 dəmir iyonu, 2 xlor iyonu varsa, buradan 3 iyon ayrılacaq. NH4, SO4, burada 2 amonyum və 1 sulfat iyonu varsa, 3 iyon ayrılacaq. Deməli, 3 iyon bu oldu hansılarda? 3-cü və 4-cü bəndlərdə cavab oldu C variantı. 22-ci sualla davam edirik. Deməli, oksidlər verib bizə reaksiya daxil olması nitratla və natrium OH-la. X-ım elə bir oksid olsun ki, həm turşu ilə, həm əsasla reaksiya getsin. Onda başa düşdüm ki, bu nə olmalıdır? Amfoter oksid olmalıdır. Amfoter oksid olan bir C variantında var, bir də Y variantında var. Onda Y2 də deyir ki, nə turşu ilə, nə də əsasla reaksiyaya getməsin. Bu onda gərək duz əmələ gətirməyən oksid olsun. Bu da C bəndində N2O göstərilib. 23-cü sualda reaksiya daxil olan maddələr 49 qram sulfat, 0,25 mol XOH2 reaksiyadan alınan bir turş duzun kütləsini hesablayaq. Gəlin baxaq. H2SO4 və XOH2. Əvvəl 49 qram sulfat turşusu neçə moldur? Bunu bilməkdən ötürü 49-u bölsək 98-ə, bu olacaq 0,5 mol. Yəni 0,5 mol sulfat götürmüşəm. 0,25 mol da digər maddədən, yəni əsasdan götürmüşəm. 0,25 mol. Bu nə deməkdir? Bu 2-nin 1-ə nisbəti deməkdir. Düzdürmü? Aha. Və mən əgər baxıram ki, belə deyək, elə molu ilə də hesablaya bilərik. 0,5 mol sulfat turşusunda neçə H müsbət iyonu olar? 0,5-i 2-yə vursaq, 1 H müsbət iyonu olar. 0,25 mol XOH2-də nə qədər OH mənfi iyonu olar? 0,5 H müsbət OH mənfi, OH mənfi iyonu olar. Onda deməli ki, hansı daha çoxdur? H müsbət turşuluq iyonu çoxdur. Onda deməli turş duzu alınacaq. Düzdürmü? Aha. Yaxşı, miqdarı nə qədər olacaq? Onda biz bunu müəyyən eləyəcəyik. Nəyə əsasən? Əvvəlcə formulunu müəyyən etsək, burada onsuz da emerləri verib ondan hesablaya bilərik. X H SO4 alacağıq. Aha. Deməli, sulfatımız 0,5 mol idi, düzdürmü? Yəni 49 qramdır. Plus 58-in 0,25 molunu tapsaq, bu da eləyəcək 14,5. 14,5. Aha. Bunları cəmləsək, 14,5 və 49-u cəmləsək 63,5. 63,5 və bu 63,5-in tərkibindən deməli 1 hidrogen 2 OH çıxartsaq, 1 hidrogenimiz 0,5 mol deyək də, ona əsasən hesablama aparırıq. 0,5 mol hidrogen çıxarsaq, digərindən də deməli 34-ün 0,25 molunu hesablasaq, 8,5. Bu da eləyəcək 9. 63-dən çıxsaq 9-u, 63,5-dən çıxsaq 9-u, bu da bərabərdir 54,5. Aha, deməli, düzgün cavab oldu 54,5. Yəni, bilirik ki, bizim bir-biri ilə qarışdırdığımız, reaksiya daxil etdiyimiz sulfat və əsası miqdarlarını topladıq və sulfatın tərkibindən H müsbət iyonu çıxdı. Əsasın tərkibindən belə deyək, OH mənfi, amma yəni burada miqdarları da hesablamışıq. Baxın, 1 H müsbət, 0,5 mol OH mənfi şəklində deməli çıxdı.
Bunların da miqdarlarını hesabladıq. Ümumi cəmdən çıxdıq. Alındı 54,5. Deməli 54,5 qram duz aldıq. Gəldik deməli 24-cü sualın izahına. Mis-2 sulfatın suda məhlulunun elektrolizi zamanı. Deməli mis-2 sulfatı elektroliz eləsək. Bu zaman katodda mis, anodda oksigen və məhlulda isə sulfat turşusu alınar. Əmsallaşdırsaq 2, 2, 2 və 2. Bu şəkildə əmsallaşdırdıq. Deyir, katodda 1 mol maddə alınmışsa, yəni normalda 2 mol alınıb, amma biz 1 mol maddə alınmışsa, deyir, anodda ayrılan qazın həcmini müəyyən eləyin. Əgər katodda 2 mol metal ayrılıbsa, onda anodda görürəm ki, 22,4 litr nə ayrılar? Qaz ayrılar. 1 mol mis istifadə etsək, daha doğrusu 1 mol mis alınanda isə nə qədər oksigen ayrılacaq? Deməli, buradan x-i hesablasaq, 22,4-ü vurub 1-ə 2-yə bölsək, 11,2 litr qaz ayrılacaq. 25-də deyir, x maddəsi üçün hansı ifadələr doğrudur? Deməli, nə var burada? Natrium OH və alüminium nitrat. Bilirik ki, duz və ya əsas, duz əsasla və ya duzla o zaman reaksiya gedər ki, alınan məhsulda çöküntü olsun. Burada da nə alınacaq? Alüminium OH 3 dəfə alınacaq. İndi deyir, hansı ifadələr doğrudur? 3 turşulu əsasdır, bəli. Suda yaxşı həll olur, xeyr. Ağ həlməşiyə bənzər çöküntüdür. Amfoter hidroksitdir, bəli. Doğrudur. Qızdırıldıqda parçalanır, bəli. Alüminium K3 və suya parçalanır. Onda 1, 3 və 4. 26-cı suala baxırıq. 26 hardadır? Daha aşağıdadır yəqin. 26-cı sual. Burada. Deməli, nə deyir? Mis oksid və XO2 verilib. Maddələrin kütlələri cəmi 200-dür. X-in nisbi atom kütləsini hesablayın. Əvvəl kuprum 10-un emerini hesablasaq, 64 plus 16 bu 80 qramdır. Yəni 1 mol kuprum O 80 qramdır plus XO2 2 mol verilib, amma XO2-nin emerini hələ ki bilmirik. Gəl elə bunu bir A-la işarə edək. Bərabərdir 200-ə. 2A bərabərdir 120-yə. A bərabərdir 60-a. Deməli, XO2-nin emeri 60 imiş. Gəlin 60-dan oksigen 32 daxı, 32-ni çıxaq, 8, 28. Deməli, X-in nisbi atom kütləsi 28 imiş. 27-ci sualdan davam edirik. Deyir ki, reaksiyadan alınan duzun tipini müəyyən eləyin. Bunu nəyə əsasən müəyyən eləyəcək? OH və H sayına əsasən. Baxıram ki, A reaksiyasında OH-ın miqdarı H-ın miqdarından daha çoxdur. Onda əsasi duz alınacaq. 3-ə getdi A. B-də 2 mol natrium OH, 1 mol sulfat. Deməli, OH-ın miqdarı elə H-ın miqdarından bərabərdirsə tam neytrallaşma baş verər və burada normal duz alınır. Normal duz B. Kalsium OH2 1 mol və 2 mol H3PO4. Burada H müsbətin sayı OH mənfinin sayından daha çoxdur. Ona görə də turş duz alınacaq. C. D bəndində 1 mol kalium OH, 1 mol H2SO4. Yenə H müsbət ionlarının sayı çox olduğu üçün turş duz alınacaq. D. Y variantında OH ionlarının sayı H ionlarının sayına bərabər olduğuna görə normal duz alınacaq. O da olacaq Y. Bu da olur. Deməli 1-ə CD, 2-yə BY, 3-ə də A. 28-ci suala baxırıq, gəldik situasiyaya. Deyir, cədvəli tamamlayın. Duzun formulu verilib. Beynəlxalq nomenklaturaya əsasən adı. Elə. Deməli, əvvəl ad verilib. Bu boşluğa biz duzun formulunu yazmalıyıq. Natrium, dəmir, 3 sulfat. Deməli, natrium. Natrium, dəmir, 3, sulfat, natrium, ferrum, dəmir 3, SO4, 2 dəfə. Bu şəkildə. Natrium, ferrum,
3 valentli, bir də SO4 2 dəfə. Bunun lap quruluşunu da biz yazsaq görərik ki, məsələn burada 2 mol sulfat istifadə olunub. Yəni bir sulfat ionu, belə deyək də, bir sulfat 2 mənfi ionunun turşu qalığının valentliyi 2-dir, düzdür? Amma mən burada görürəm ki, 2 mol sulfat ionu var. 2 valentlilikdən 2 valentli iondan 2 ədəddirsə, belə deyək də, ümumi valentliyi 4 kimi qəbul etsək, onda bu turşu qalığına biz 2 metal birləşdirə bilərik. Natrium 1 valentli, bir də dəmir 3 valentli. Düzdürmü? Aha. Sonra lap quruluşunu da yaza bilərik. Gəlin quruluşunu çəkək. Məsələn, sulfatın deyək ki, hidrogen qoparıldıqdan sonraki vəziyyətini çəksək, kükürt, oksigen, kükürt, oksigen. Bura natrium birləşdirsək, dəmir 3 valentli olduğu üçün bir valent burada, bəs digər valentliklərini nə edərik? Burada yenə sulfat birləşdirsək. Bu şəkildə. Gəldik indi magnezium OH2 SO4. Onu da başqa bir rənglə yazaq ki, daha aydın olsun. Magnezium OH SO4-ü də çəksək. Magnezium özü 2 valentlidir, düzdürmü? Deməli, magnezium bizə bir sulfat lazımdır. Amma 2 magnezium hidroksid lazımdır. Onu da bu şəkildə yazarıq. OH, bu şəkildə. Və beynəlxalq nomenklaturaya əsasən də adı olacaq magnezium hidroksosulfat. Magnezium hidroksosulfat. Bu şəkildə yaza bilərik. 29. Natrium sulfatla barium xlorid məhlulları, natrium sulfatla natrium 2 SO4 ilə barium xlorid məhlulları arasında gedən reaksiyanın molekulyar tam və qısa ion tənliklərini yazın. Deməli, buradan alınacaq natrium xlor plus barium SO4. Gəlin bunun molekulyar tənliyini yazdıq. Hətta əmsallaşdıraq, buraya 2 yazarıq. Sonra tam ion tənliyi 2 natrium müsbət plus SO4 2 mənfi, barium 2 müsbət plus 2 xlor mənfi, sonra 2 natrium müsbət 2 xlor mənfi plus barium SO4. Bu çöküntüdə ayıra bilmərik. İndi qısa ion tənliyini yazan zaman çöküntü, qaz, su əmələ gətirməyən ionlar islah olunur və yazırıq belə. SO4 2 mənfi plus barium 2 müsbət alınır. Barium SO4 çöküntüsü. Bu şəkildə qısa ion tənliyini də yazmış olduq. Gəldik 30. Deməli, bizə nə deyir? 30-cu sualda deyir ki, sink lövhəni dəmir 2 sulfat məhluluna saldıqda, deməli, sink lövhəni dəmir 2 sulfat məhluluna saldıqda, sink sulfat plus ferrum. Əvvəl məsələnin həllinə keçməmişdən qabaq, gəlin bu prosesi təsəvvür edək. Deməli, bizim məhlulumuz var. Bu ferrum sulfat məhluludur. Ferrum SO4. Və mən bura sink lövhə daxil etmişəm. Sink lövhə daxil etmişəm. Və mən bu lövhəni daxil edən zaman deməli nə baş verər? Sink 2 müsbət ionları məhlula keçər. Məhluldan isə ferrum 2 müsbət ionları metal lövhənin üzərinə keçər. Burada sink. İndi deyir ki, məhluluna saldıqda, lövhəni məhlula saldıqda, lövhənin kütləsi azalıb. Gəlin lövhə nöqteyi nəzərdən baxaq prosesə. Deməli, lövhəyə əsasən baxsaq, mən məhlula daxil eləyəndə lövhəni, deməli, məhluldan 65 emirlərə baxırıq. Emir 65-dir, burada isə 56-dır. 65 qramlıq metal məhlulun, deməli, lövhənin üzərindən məhlula keçir
Məhluldan ayrılan metal isə gəlib lövhənin üzərinə keçəcək. Şəkildə də yazdığımız kimi lövhənin üzərinə keçəcək. Bu zaman nə qədər azalma var? Deməli 15-dən 56 çıxsaq 9 qramlıq azalma var. Düzdürmü? Aha, lövhədə 9 qram azalma var. Amma məhlul tərəfdən baxsaq, məhlulda isə 9 qramlıq artım var. İndi bizə də lövhə tərəfdən deyir. Reaksiyanın tənliyini yazın, yazmışıq. Reaksiya sərf olunan sinkin kütləsini hesablayın. Yaxşı. 9 qram azalma olanda lövhədə 9 qram lövhədə azalma olanda, deməli 65 qramlıq sink sərf olunub. Düzdürmü? Aha, indi şərtdə nə deyir bəs? Şərtdə deyir 4,5 qram azalma var. 4,5 qram azalma olanda gəlin görək nə qədər sink sərf olunub. 65-i vursaq 4,5-ə, bölsək 9-a. Aha, 65-i də deməli 2-yə bölsək, o da olacaq 32,5 qram. Cavab oldu nə qədər? 32,5 qram. Aha, bu qədər.